Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. 3 və daha çox uşağı olan analara erkən və güzəştli şərtlərlə pensiyaya çıxma hüququnun verilməsi təklif olunub. Belə təkliflər Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Əli Məsimli çıxış edib. Deputat bildirib ki, erkən pensiyaya çıxma məsələsi cəmiyyətdə ən aktual mövzulardan biridir. Onun sözlərinə görə hazırda yalnız 5 və daha çox uşağı olan analar güzəştli şərtlərlə pensiyaya çıxma hüququna malikdir. Deputat təklif edib ki, bu güzəşt 3 və daha çox uşağı olan anaları da əhatə etməlidir. Əli Məsimli bu addımın sosial baxımdan daha ədalətli olduğunu vurğulayıb. Erməni ekspertlər noyabrın 21-də Bakıya səfər edəcək. Ermənistan mediasının yaydığı məlumata görə, hökumət bugün keçirilən iclasda Ermənistan tərəfdən 5 ekspertin 21-22 noyabrda Azərbaycanın paytaxtında keçiriləcək dəyirmi masada iştirakını təmin etmək üçün İrəvan, Bakı və Bakı-İrəvan charter reyslərinin təşkilinə 17 milyon 550 min dram ayırmaq barədə qərar qəbul edib. Qərarın əsaslandırılmasında bildirilir ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında qarşılıqlı etimadı möhkəmləndirməsinə töhfə verəcək. Qeyd edək ki, sözü gedən iclasda Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edib. Ramiz Mehdiyev ətrafında davam edən cinayət işi ilə bağlı yeni detallar üzə çıxır. Məlumata görə dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev barəsində aparılan istintaq çərçivəsində ona villa və mənzil hədiyyə etdiyi iddia olunan vəzifəli şəxslərlə bağlı siyahı dəqiqləşdirilir. Bildirilir ki, hüquq mühafizə orqanlarına həmin şəxslər üzrə araşdırmaların aparılması ilə bağlı tapşırıq verilib. İddialara görə Ramiz Mehdiyevə hörmət adı altında ev, torpaq və pul təqdim edən vəzifəli şəxslərə bildirilib ki, bunu könüllü şəkildə etiraf etdikləri halda məsuliyyətdən azad ediləcəklər. Türkiyədə doğum nisbətinin kəskin azalması ilə bağlı ciddi xəbərdarlıq edilib. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Ankarada çıxışı zamanı ölkədə doğum səviyyəsinin fəlakətli həddə düşdüyünü bildirib. Dövlət başçısı əhalinin sürətlə qocaldığını və bunun ölkənin gələcəyi üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Ərdoğan ailəni tərbiyə və həyat məktəbi adlandıraraq bildirib ki, 2024-cü ilin sonunda Türkiyədə orta evli yaşı qadınlarda 25, kişilərdə isə 28 təşkil edib. Statistikaya görə boşanmaların 1/3 evliliyin ilk 5 ilində baş verir. Prezident onu da əlavə edib ki, hökumət növbəti 10 ili ailə və əhali 10 illiyə elan edib. O həmçinin 2026-cı ildən etibarən həm evlənən gənclər, həm də yeni doğulan uşaqlarla bağlı verilən ödənişlərin artırılacağını bildirib. Ölkə ərazisində noyabrın 21-də havanın 21 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 5-10, gündüz 17-21 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.